motivasiya almışam. Və dedim, niyə də ki yox? First for YouTube üçün. Neysə, Heydər Əliyev mərkəzinə gəlmişəm. Gedəcəyim maşın servisine. Bu arada bax, burada mən oxumalıydım. Amma getmədim. Bye bye. Ayşə mənim yerimə vloqa aparmağa başladı. Biletləri aldı. Burada 5-ci sinifdən bəri ilk dəfə gedəcəm bura. Yəni maşınlarla bağlı hər cür işin içindəyəm. İlk dəfədir, axırki nəsim oldu mənə də gəlmək. O gümüşü SLS-i görməyə gəlmişəm. Keçin, görüm şərait edir. Bunlar necədir sənə? Bunlar Görməmsən? Bratuhalar deyir. Hı. Onlar 3 qardaşdılar, güclü pagelnikdilər. Deyə mən oradan ev xoşlamıram ona görə. İstəyirəm ki, bilmirəm, hələ seçim eləyə bilməmişəm. Yəqin ki, batamlarda villa tikdirərəm özümə indi. Əslində həyət evində çox öyrəşmişəm mənə. Bir də qaraj istəyirəm, bizim bu antikvarları saxlamağa yer lazımdır ona görə. Heç nədə belə. Sən nədə qalırsan? Qızmət işinədir. Ay qız, elə bir yardımcı oldu biraz. Görək bugün nə istəyir? 3 dənə yumurta. Getdik. 3 dənə də pirog. O şey var. Sən, Tom var. Hə, sən Tomsan, davay gel. Gəlirəm balta tapmağa. Qaz almışam. 9-2 motor. Elə çox içmir. Elə də. Sokarın bir hissəsini mən ayırıblar sırf bunun benzinini çatdırın deyə. Neysə, otur getdik. Getdik. Ha, bu iltinan deyil bu açarla. Oy, Sizdə 95'dir yoxsa 98? 98. Uşaq olanda mən həmişə Amerikan bu gənclik, ərgənlik filmlərinə falan baxırdım və həmişə elə bilirdim ki, mən 20 yaşından 18-dən 21-ə kimi bir dənə bundan alacağım özümə. Sonra dostlarımla yığışıb gedəcəyik Arizonaya. Nə bilim, gedəcəyik dəniz qırağına falan. Max getdiyin Şamaxı. Aysa Max getdik. Orada vaxt yoxdur. Hə, indi ancaq işləyirik. Bana yalan söylədilər. Bizdə o heç kəsin düz sürə bilmədiyi, aşırtdığı motosikletin atasını tapmışam. Ürək sözlərinizi yaza bilərsiniz. Yəni biabırçılıq. Yəni, bu moton sürməkdənsə alana piyada qaçan qardaşlarıma salamlar. Bu BMW değil, bu BIMI maksimum, BIMI. Yani BMW no BIMI maksimum. Mən daha sürətliyəm bundan. Mənim maşınımda. Yox, oşa mənim. Sən yerləşməyəcəksən onun içində. Sənki budur. Kukuruz daşı içində. Axırıncı dəfə Ferrari çempion olan vaxtlardan qalan maşındır. Yəni zarafat bir yana ona yaxın vaxtlarda çempion olublar. Fikir verdirsə Ayxan mənim bloqumu artıq oğurluyub. Hər şey o danışır. Kameranı değiş. Aha. Fikirlərimiz mükəmməl bir yerdir. Bakının ortasında. Ümumiyyətlə gənclərin az büdcə ilə çıxıb mükəmməl gün keçirdə biləcəkləri və əgər
biraz belə motor sporlarına ya da nə bilim maşınlara necə deyim marağınız varsa, yəni mükəmməl gələ biləcəyiniz ən mükəmməl yerdir. Çox az büdcə ilə. Məncə də. Maraqsız olsa belə inanın mənə içəri girəndən sonra artıq avtomobil həvəskarı olacaqsınız. Çox gözəl aurası var, musiqilər falan ona görə. Bir də Formula 1 öyrənmək istəyirsinizsə mənə DM atın. Mən artıq evdəyəm. Bu günümüz çox maraqlı keçdi. Gəlib evə tikoklarda çəkmişəm qardaşımla. Onları da paylaşacağım hamısını da. Nəysə, indi nə edəcəm? Eşən, hindi günün dərslərini eləyəcəm. Çünki sabah birinci gündə universitet başlayır. Amma nəysə.